Fars qurabiyyəsi, persitskaya peçenya. Bu fars qurabiyyələri mən öyrənmişəm. İran ailəsindən Fransada yaşayırlar onlar. Fransada yaşamağına baxmayaraq, onlar fars mədəniyyəti sevir və ona hörmət edirlər. Onların evindəki otaqların biri fars üslubunda bəzədilib. Döşəmələr fars xalçaları ilə örtülmüş, tavandan fars şamdaları asılmış, divarlarda döyüşən atların və rəqs edən fars gözəllərinin təsvirləri var. Alçaq stolların birində fars naxışları ilə örtülmüş taxta qutu var idi. Mən əmin idim ki, bu qutuda hansısa musiqi aləti var, ya da nəsə fars xəncəri var. Evin xanımı qutunu açıb dedi, sınayın. Çox təəccübləndim qutuda görəndə balaca xırda peçenyalar, qurabiyyələri. Xanım qayıdıb dedi, bu əsl fars qurabiyyəsidir, bunu bizə İrandan gətirirlər. İncə, xırdalanan və eyni zamanda ağızda əriyən peçenyanın qeyri-adi dadını sözlərlə ifadə edə bilmədim. Kurabiyyə. Bu peçenya ilk dəfə Fars sultanının mətbəxində peyda olub. Burada əfsanəyə görə aşpaz çox cüzi kompozisiyadan desert bişirməyə məcbur edilib. Bütün digər məhsullar uğurlanıb. O yalnız yumurta, şəkər, yağ və zəfəran onun ixtiyarına verilmişdi. Bacarıqlı aşpaz dünyanın ilk kurabiyəsini bişirdi. Üzərinə şəkər tozu səpdi və zəfəranla bəzədi. Bu kurabiyələr necə dəqiq formada olmalıdır? Dəqiq heç kəs bilmir. Bəzi deyirlər ki, papatya kimi, ramaşka kimi olmalıdır. Bəzi deyirlər ki, yumru olmalıdır. Kurabiyyə sözü ilə da bir çox versiyalar var. Versiyadan birini, deməli adını xurab, şirinlik sözündən olmasıdır. Çünki Krımda buna xurabiyyə deyirlər. Bu halda ad ona mükəmməl uyğun gəlir. Kurabiyyə sözü başqa dillərdən tərcümədə qısa çörək deməkdir. İlk kurabiyyə belə bişirildi. Bizim ölkəmizdə, Azərbaycanda, Türkiyədə, Yunanistan və İranda sadə, lakin eyni zamanda inanılmaz dərəcədə sevimli və geniş yayılmış şərq şirniyyatıdır. Ümid edirəm ki, heç kimi incitməmişəm. Heç kim inciməz ki, mən bu belə təsvir elədim bu kurabiyələri. Deməli, hazırlayırıq fars qurabiyyəsi. 2 dildə danışacağım, Azərbaycanca və rusca. 200 qram yumşaq kərə yağı, 200 qram sливочного masla, 100 qram şəkər pudrası, 100 qram saxarlı pudra. Yaxşı qarışdırılır. 140 qram qarğadalı nişastası, 140 qram кукурузного именно крахмала. Перемешиваем. Yarım fincan bitki yağı, pol stakan растительного масла. Harca 100 qram, 100 qramov. 350 qram un lazımdır bizə, 350 qram muki. 1 çay qaşığı kabartma tozu qatırıq və yarım çay qaşığı darçın. Чайная ложка разрыхлителя и пол чайной ложки дарчин. Bereket için biraz tuz, соли немного добавляем. Hər gündəni kurabiyyə üçün 20 qramdan hazırlayırıq. Sonra belə çəngəllə əzirik biraz. Kurabiyələr hazırdır. Onları soyutmaq lazımdır, sonra proteindən çıxartmaq.